Bismillahirrahmanirrahim. Assalamu alaykum, hörmətli görürmənlər. İstiqlal gündəlik xəbərlərimizi görüşünüzü qarşılayırıq. Mən Abdullah Yalqın. Proqramımızda vətənimiz Şərq Türkistan və dünya gün tərtibidəki ən mühim xəbərlərini huzurunuza sunumuz. Qənəmizdə qıtanlar ekranımızda olsun. Xitay öz bayramını assimilasiya vasitəsi sifatida qo'llanmoqda. Xitay Şərq Türkistanda davamlaşdırıbatqan irqiy qırğınçılıq cinayətində Uyğurlar başlıq Türkiyə xalqlarının kültürünü, bayramlarını çəkləş bilan birgə öz bayramlarını, örf-adətlərini məcburi teniş cinayətini davamlaşdırıbatqan olub, Xitay təşviqat vasitələri tavuz çağını məzgilində Şərq Türkistandakı hər qaysı millətlərinin birlikdə bayram ötküzgənligi bir qism atalmış qoşmaq tuqqan ailələrinin mükafatlanğanlığını alohida təşviq qildi. Xitay təşviqat organlarının əlaqədar xəbərlərdə məlum bolishicha, Xitay rejimi atalmış dövlət bayramı bilan Xitaylarning tavuz çağını üçün Şərq Türkistanda turli fəaliyyətlərini təşkilləb, Uyğur, Qazaq, Qırğız qatarlıq Türkiyə xalqlarını Xitaylarning bayramını təbrikləşə məcburlagan. Şunun bilan birgə bu fəaliyyətlərini atalmış Millətlər İttifaqlığını küçəytiş, qoşmaq tuqqan siyasətini yolğa qoyuş, Cumhur milleti ortaq eğini müstəhkəmləş qatarlıq terror ibarələri bilan alohida təşviq qılğan. Xitayning tavuz çağını məzgilində Şərq Türkistanның hər qaysı yezi kənətlərində ədəbiyyat sənət fəaliyyəti, ziyafət, naqshi usul keçiligi qatarlıq fəaliyyətlər o'rinlashtirilgan. Xitay təşviqat vasitələri Uyğurlarning Xitaylar bilan birlikdə bayram ötküzgənligini, birlə tamaq yeganligini, öy-öylərə Xitaylarning panuslari esilganligini Millətlər İttifaqlığı nomi ostida pardozlab xabar qilgan. Xabarlarda To'qsu nahiyasidagi fəaliyyətlər misal tariqasida qayd qilingan bo'lib, mazkur fəaliyyətdə 16 juftning atalmış ən gözəl qoşmaqlashib tuqqanlashgan oila mukofotiga erishganligi alohida ta'kidlangan. Bu Xitoy rejimining Sharq Turkiston xalqini nazorat qilish, assimilyatsiya qilish, an'ana urf-odatlarini vayron qilishni maqsad qilgan atalmış Uyg'ur Xitoy oilalarini tuqqanlashtirish terror siyosatini hali ham qattiq ijro qilayotganligini ko'rsatib bermoqda. Xitoyning majburiy emgak jinoyati haqida muhokama yig'ini o'tkazildi. Şərq Türkistan İnsan Haqlarını Gözləyiş Cəmiyyəti və Sütüq Boğraxan İlim və Mədəniyyət Vəqfi 4 oktyabr birlikdə Şərq Türkistandakı məcburi əmgək haqqında muhakimə yığını ötküzüb yeni dokumentni tunuşturdu. Yığın Qur'on-i Kerim tilavati və Türkiyə Şərq Türkistan istiqlal marşları bilan başlandı. Şərq Türkistan İnsan Haqlarını Gözləyiş Cəmiyyətinin yeni rəisi Abdurəşid Əmin Hacı ekiliş sözü qılğandan keyin cəmiyyətin sabiq rəisi və növbətdəki fəxri rəisi Nur Muhammad Türkistanining vəzifə müddətidəki xidmətləri nəticələri təqdirləndi və sovg'a təqdim qilindi. Arqadan cəmiyyətin yeni bir növbətlik idara heyəti tunuşturuldu. Yığının ikinci basqıcında 2025 yıllık praktiki programmasının bir qism praktikantları ayrım-ayrım qısqa leksiya sundi. Arqadan İnsan Haqlarını Gözləyiş Cəmiyyətinin tədqiqatçısı Vildan Kadioğlu Sarı Yaşar Şərq Türkistanның dehqonchilik və yeməklik sahələrdəki məcburi əmgək, xalqaralıq görünüş və Türkiyəyə nisbətən siyasi xavflər namlıq dokumentni tunuşturdu. Fəaliyyətin axırında 2025 yıllık Şərq Türkistan praktiki programmasının tamamlanğanlığı elan qılınıb, xülasalar o'tirg'a qo'yildi. Mazkur programmaning tədqiqat, inson haqlari diplomatiyasi və ijtimoiy taratquv guruhlarining mas'ullari praktiki natijasini qo'lga keltirgan muvaffaqiyatlarni tunishtirib o'tdi. Oxirida praktikantlarga sovg'a taqdim qilindi. Misr taratqullari suhbatning tunji bosqichining umidvor kayfiyatda o'tganligini bildirdi. Hamas bilan Isroiliya o'rtasidagi vaqtlik suhbat dushanba kechda Misr, Qatar va Amerikaning murassachiligida Misrda boshlangan bo'lib, Misrning rasmiy axborot vositalarining xabar qilishicha, tunji bosqichlik suhbat umidvor kayfiyatda o'tgan. Qahira xabar agentligining bildirishicha, suhbat Qizil dengiz bo'yidagi Sharm-el-Shayx sayohat rayonida o'tkazilgan bo'lib, yangi bosqichlik suhbatlar shu kuni boshlandi ekan. Bir Isroiliya vakillari o'makimi vaqtlik suhbat uchun dushanba kuni bu shaharga yetib kelgan. Mazkur suhbat Amerika prezidenti Trumpning uzun muddatlik urush to'xtatish va Isroiliya bilan Hamas o'rtasida asir tutqun almashtirish taklifini markaz qilgan holda davomlashadi ekan. Misr manbalarining bildirishicha, murassachilar bilan Hamas o'rtasidagi suhbatlar ijobiy kayfiyatda o'tgan bo'lib, hozirgi suhbatlar uchun yo'l xaritasi tuzishda muhim rol o'ynagan.
Hamas vakilleri murassachilarga İsrailiyaning G'azzadagi bombardimonlarining uzluksiz davomlashishining asir almashtirish to'g'risida ilgirlash hosil qilishni zo'r darajada qiyinlashtirayotganligini aytgan. Trump mazkur planni hammaylan kelishgan ajoyib kelishim deb sifatlagan bo'lib, barliq taraflarning planni tamomlash uchun tirishayotganligini qayd qildi. Germaniya bosh ministri Rossiyaning tinchlik suhbatiga tayyor emasligini bildirdi. Germaniya bosh ministri Friedrich Merz bir televiziya kanaliga bergan bayonotida Rossiya prezidenti Vladimir Putinning Ukrainadagi urushni oxirlashtirish uchun tinchlik suhbatiga tayyor emasligini bildirib, navbatda Rossiya prezidenti suhbatlashishni xohlamayotdi. Balki niyati bombardimon qilishni davomlashtirish bo'lishi mumkin. Biz buningga texmo kuchli qarshi turishimiz kerak, dedi. Germaniya rahbari Putinni o'z davlati va keng rayonga qarshi aralashma urush qo'zg'ash bilan ayblab, u bizga qarshi uchur urushi qo'zg'amoqda, Ukrainaga qarshi harbiy urush qo'zg'amoqda va bu urush hammamizga yuzlanmoqda. Rossiya rayonimizning siyosiy tartibi va muqimligining dushmanidir, dedi. Merz Germaniya va Yevropa miqyosida yaqinqi mezgilda borgan sari ko'payib ketayotgan uchquchsiz havo apparatlari voqealari to'g'risidagi savolga javob berganda, oldingi haftaning oxirlari Germaniya osmonida ko'rilgan ko'p sondagi uchquchsiz havo apparatlari voqealarining parda orqasida Rossiyaning borligini ilgari surdi. Bu voqealarning ichida Myunxen aerodromidagi navbatchi aeroplanlarning to'xtab qolishi va 10 mingdan ortiq yo'lovchining qalaymaqonchilikda qolishi bor ekan. Germaniya doiralari yana Rossiyaning Yevropa davlatlarini nishon obyekti qilayotgan tor va yolg'on uchur tarqatish harakatlariga qarata andishalarning kuchayishi bilan munosabatlik voqealarni tekshirmoqda ekan. Germaniya bilan Rossiya o'rtasidagi munosabat 2022-yildagi Ukraina urushidan keyin nihoyatda tez nacharlashib ketgan bo'lib, Germaniya Ukrainaning Yevropadagi eng chong qo'llovchilaridan biri deb atalmoqda. Hürmetli görmələrimiz, şuna qılıb bugünkü xəbərlərimiz bu yerdə axırlaşdı. Ədik proqramımızı görüşükcə aman boğayslar. Assalamu alaykum və rahmetullah.